Qazax rayonunun Qarabağ kəndində 66 nömrəli evin həyətinə qan yağıb. Kənd sakini Cəmilə Namazova bildirib ki, səhər saat 11 radələrində qəfil yağan qan onların narahatlığına səbəb olaraq elə onun damarındakı qanı dondurub. Hozun belində var, hamamın belində var. Özümü itirdim qan göydən yağanda. Getdim, onumu çördüm, qıvılıya Allah'a çağırdım. Allah amandır. Bu nə işdir biz düşdük? Göydən qan niyə yağır? Qonşularla söhbət zamanı məlum olub ki, qan yağışı yalnız onların həyətinə düşüb. Ev sahiblərinin bildirdiyinə görə, hadisə baş verməzdən 10 dəqiqə əvvəl yaxın qohumlar olan Seyid evladı onlara gəlib və bu zaman qan yağıb. Bu nə haqq hesabdır? Göydən də qan yağarmı? Dedim bəlkə göydən kuş gedir, kuş göğe baxdım gördüm heç nə yoxdur, səma təmizdir biləcənə. Yoldaşım da yanımda otururdu, bax burada otururdu. Bax beləcə damcı. İstədim buna deyəm, ay sən düzə mi kəsirsən? Ayağımla bir el yendirdim, qan təzədir. Qan əriydi. Göğe qaldırdım, Allah'a yalvardım. Nə oyundu, göydən də qan mı yağar? Bu nə işdir bizim başımıza yazdı? Sakinlərin fikrincə bu hadisəyə səbəb həmin ailədə baş verən söz-söhbətlər və ailə münaqişəsi olub. Belə ki, həmin şəxsin Seyid olan atası bir həftə əvvəl dünyasını dəyişib. Qanın yağması onun ruhunun narahat olması ilə əlaqələndirilir. Hal-hazırda sakinlər təşviş içində olmaqla yanaşı bunu Allahın bir möcüzəsi adlandırırlar. Kamran Əkisbaralı, Ülfət Tağıyev, Qazax.